Salam. Bugünkü videoda biz Konstitusiya Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli plenum qərarı haqqında video çəkəcəyik və bu videoda Azərbaycan Respublikasının Konstitusiyasının 28-71-ci maddələri ilə Cinayət Prosessual Məcəlləsinin 156, 159, 163, həmçinin 84-cü maddələri, 151-ci və 290-cı maddələrinin əlaqəli şərh olunmasını sizinlə birlikdə öyrənəcəyik. Deməli, Konstitusiya Məhkəməsinin bu plenumunda Azərbaycan Respublikasının prokurorluğu müraciət edərək bildirmişdir ki, müstəntiq cinayət işlərinin icraatı zamanı həbs və ev dustaqlığı qətimkan tədbirlərinin seçilməsi üçün vəsatət verə bilər. Bu vəsatəti prokuror qəbul eləyib, müvafiq məsələləri aydınlaşdırandan sonra təqdimat yazmaqla bunu məhkəməyə göndərilir və məhkəmə də öz növbəsində həbs, girov və digər qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxıb müvafiq məsələləri həll edə bilir. Və sorğuda prokurorluq bildirir ki, müstəntiqin vəsatəti olmadan da prokurorun həbs, ev dustaqlığı, vəzifədən kənarlaşdırma kimi qətimkan tədbirləri haqqında məhkəməyə birbaşa təqdimat yazmaq hüququ olmalıdır və hal-hazırda Cinayət Prosessual Məcəlləsində müvafiq müddəalar olmadığına görə prokurorun prosessual rəhbər funksiyaları bununla məhdudlaşmış hesab olunur və Azərbaycan Respublikasının prokurorluğu hesab edir ki, müstəntiqin vəsatəti olmadan prokuror bu məsələyə münasibət bildirib birbaşa təqdimatla məhkəmədə həbsin, ev dustaqlığının və vəzifədən kənarlaşdırmanın həyata keçirilməsi üçün işlər həyata keçirilməlidir. Burada slaytdan da gördüyünüz kimi hal-hazırda Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müstəntiq icraatı aparan müstəntiq vəsatətlə prokuror qarşısına çıxış eləməlidir. Vəsatətdə müvafiq qətimkan tədbirini, həbsi, ev dustaqlığı və vəzifədən kənarlaşdırmanı da bura aid eləyə bilərik. Niyə seçməsi üçün vəsatət yazmalıdır və öz növbəsində prokuror da təqdimatla bu vəsatəti qəbul etdikdən sonra təqdimatla hakimin qarşısında müvafiq qətimkan tədbirinin seçilməsi üçün çıxışlar etməlidir. Və prokurorluq xidməti də istəyir ki, icraatı aparan müstəntiqin vəsatəti olmadan belə təqdimatla birbaşa həmin qətimkan tədbirlərinin seçilməsinə nail olsun. Konstitusiya Məhkəməsi bu plenumda bir çox məsələləri aydınlaşdırır. Videonun çalışırıq ki, çox uzun olmasın. Əsas məsələləri diqqətinizə çatdırmaqla biz deyə bilərik ki, Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən icraatı aparan müstəntiqin Cinayət Prosessual Məcəlləsi ilə 85-ci maddə ilə və digər maddələrlə müvafiq səlahiyyətləri mövcuddur və icraatı aparan şəxs prokurordan hüquqi cəhətdən onun göstərişlərinə tabe olmalıdır, onun qanuni və əsaslı belə deyək, göstərişlərini icra eləməlidir. Amma bununla yanaşı da həbsin seçilməsi üçün icraatı aparan şəxsin müvafiq səlahiyyətləri mövcuddur. Yəni, birinci səlahiyyət müstəntiqdən gəlməlidir ki, müstəntiq vəsatət versin və bu vəsatətin də məsələn həbsin seçilməsi üçün həm maddi, həm prosessual əsasların olduğunu görən müstəntiq o zaman vəsatətlə çıxış edə bilər. Və burada prokurorun birbaşa təqdimat verilməsi məsələsini Konstitusiya Məhkəməsi qəbul etmir. O düşünür ki, prokuror onsuz da cinayət işinin son mərhələsində artıq ittiham aktını imzalayıb prokurorluğa cinayət işini göndərən müstəntiq və daha sonra 5 gün müddətində prokuror da həmin cinayət işi ilə bağlı bütün məsələləri araşdıra bilər və həmçinin 290-cı maddənin 5.2 burada qeyd eləmişik və 5.3-cü maddələri ilə o müvafiq qətimkan tədbirlərini seçmək və vaxtının uzadılması üçün məhkəməyə müraciət etmək hüququ zatən mövcuddur və qüvvədə olan Cinayət Prosessual Məcəlləsi də bu imkanları prokuror üçün tanıyır. Ancaq prokurorluğun Konstitusiya Məhkəməsindən şərh etməsində, yəni bu plenumun həyata keçirilməsi üçün prokurorun əsas məqsədi o idi ki, birbaşa bu məsələni aydınlaşdıraq ki, vəsatət olmadan da prokuror qətimkan tədbirini seçməsi üçün məhkəməyə çıxış edə bilər. Lakin Konstitusiya Məhkəməsi o qənaətə gəlir ki, Azərbaycan Respublikasında bu həm insan hüquq və azadlığının qorunması üçün bir mexanizmdir. Çünki
3 pillə gördük. Birinci vəsatət, sonra təqdimat, sonra hakimin müvafiq bizə verdiyi icazə. Və bu da həm müstəntiqin icraatı aparan şəxsin üzərinə vəzifə qoyur, yəni vəzifə həm də məsuliyyət deməkdir. Çünki düzgün şəkildə qətimkan tədbirinin seçilməsi nail olunmalıdır. Onunla yanaşı prokurorun da yenə prosessual rəhbərliyi həyata keçirən nəzarəti yenə də qüvvədədir. O, istəməsə bu vəsatəti rədd eləyə bilər. Qanunsuz bir vəsatət daxil olduqda bunu rədd eləyə bilər və təqdimat verməkdən imtina eləyə bilər məhkəməyə. Və Konstitusiya Məhkəməsi sonda nəticədə qeyd eləyir ki, cinayət işi başlanmış müstəntiq vəsatət yazmalıdır, prokuror təqdimat verməlidir və məhkəmə sonda ya razı olacaq həbsin və ya özü saxlığının seçilməsində və yaxud da ki, bundan o imtina eləyəcək. Amma cinayət işi başlayan müstəntiqin səlahiyyətlərini həyata keçirən prokuror özü Cinayət Prosessual Məcəllənin 156, 159 və 163-cü maddələri ilə həbs və ev saxlığının seçilməsi üçün məhkəməyə təqdimatla çıxış edə bilər, seçilməsi və uzadılması üçün. Yəni burada Konstitusiya Məhkəməsinin son mövqeyi belə olur ki, icraatı aparan şəxsin bu müstəntiq ola bilər və müstəntiqin səlahiyyətlərini həyata keçirən prokuror da ola bilər. Çünki qanunvericilik 84-cü maddə ilə ona səlahiyyət tanıyır ki, o, yəni prokuror müstəntiqin səlahiyyətlərini icra eləyib özü cinayət işinin icraatını həyata keçirə bilər. Və beləliklə müstəntiqin vəsatət vermək hüququ, yəni səlahiyyəti yerində qalır. Prokurorun təqdimat ünvanlamaq, məhkəməyə təqdimat vermək səlahiyyəti yenə yerində qalır və burada prokurorluğun sorğusu bir növ qəbul edilmir. Qanunvericiliyin işlək olan mexanizmi həm insan hüquqlarının təmin olunması baxımından, həm də səlahiyyətli, yəni hüquq tətbiq edən subyektlərin fəaliyyəti baxımından Cinayət Prosessual Məcəlləsinin müddəaları bu hissədə Konstitusiya Məhkəməsinin mövqeyinə görə işləkdir. Qanunların və hüquq və azadlıqların təmin olunması, yerinə yetirilməsi baxımından dəyişdirilməsinə və əlavə istiqamətlərə yönəlməyə heç bir ehtiyac yoxdur. İnanırıq ki, faydalı oldu. Əlavə suallarınız olarsa, şərh bölməsində qeyd edə bilərsiniz və kanala abunə olmağı unutmayın. Sağ olun.